Əziz bilgələr, bu dəfə də sizi yeni dərs izahımızda görməkdən siz məmnun ola bilərsiniz. Mən sizi görməm deyə məmnun deyiləm. Bu dəfə isə danışacağımız dərsimiz Roma dərsidir. Dərs izahının girişində onu qeyd edeyim ki, Roma dərsində heç bir dəyişiklik yoxdur. 24-25 kitabından könül rahatlığı ilə oxuya bilərsiniz. Qeyd eləyək, indi həmişə kimi də xəyali olaraq bura bir Roma xəritəsini yerləşdiririk. Roma Avropada yerləşən Apennin yarımadasında yerləşir. İndi gəlin, yavaş-yavaş Romamızdan danışaq. Yaxşı olar ki, kitabınızın şəkil xəritə olan hissəsini açıq qoyasınız qabağınıza. Mən biraz oradan söhbət eləyəndə sizin görmə məhdudiyyətli gözləriniz görsün. Ümumiyyətlə, Apennin yarımadası dedik, Avropanın cənub hissəsində yerləşir. Apennin yarımadasında müxtəlif tayfalar yaşayırdılar. Bu tayfalardan biri də Etrusklardır. Girişdə onlarla bağlı məlumat verir. Dedi ki, Apennin yarımadasında yerləşirdi. Loru dilində izah eləmək üçün deyir ki, Apennin yarımadası Safaşkiyə oxşuyur və biz onu İtalya olaraq yadımızda saxlayırıq. Və Etrusklardan danışdığım birinci minillikdə bunların yaşayışı mədəniyyəti haqqında məlumat veriblər. Yunanlar koloniya salanda gəlib bu ərazilərdə öz koloniyalarını salıblar. Yunanistanın cənub hissəsində, Apennin yarımadasının cənub hissəsində öz koloniyalarını salıblar və buranı İtaliya adlandırıblar. İtaliya nə deməkdir? Buzovlar ölkəsi. Düzdür, bu məlumatlar nə qədər sizin üçün önəmlidir bilmirəm, amma ehtiyatdan deyirəm ki, qalsın da bəlkə hardasa lazım oldu. İndi isə yavaş-yavaş keçirik Romanın tarixindən. Romanın dostlar müxtəlif dövrlərə bölürük. Birincisi, eradan əvvəl 753-cü ildən söhbət edirik. Roma şəhəri salınır və Roma şəhərinin salınmasına Romada padşahlıq dövrü başlayır. Roma şəhərinin salınmasının yəni tarixi budur. Padşahlıq dövrü eradan əvvəl 509-cu ilə qədər davam eləmişdir. Bu hissədə Romanın, belə deyək ki, həyatda insanları ilə, cəmiyyəti ilə bağlı məlumat verir bizə. Deyir, Romanın azad əhalisi, babi ifadəyə çevirikdə, qullar daxil deyil bura. Azad əhalisi iki yerə bölünür, patrislər və plebeylərə. Patrislərdən söhbət eləyəndə onlar, torpaqların böyük bir qismi onların əlində idi. Torpaqlardan bərabər idarəçilikdə ancaq onlar təmsil olunurdular. Və onu deyim ki, bu dövrdə idarəçilik sistemində iki dənə təmsil olunan orqan var idi deyək. Biri padşah idi, çünki özü də adından gördüyünüz kimi padşahlıq dövrü adlanır. Bir də ki, Ağsaqqallar Şurası, yəni Senat. Ağsaqqallar Şurası patrislərdən təyin olunurdu. Elə padşahın özünü də patrislərin içərisindən birini seçirdilər. Burada o qədər çətin bir şey yoxdur. Plebeylərdən isə plebeylər sonradan gəlmə hesab olunurdu bu əraziyə. Ona görə plebeylərə işinə vermirdilər, orduda xidmət eləməyə məcbur idilər. Amma plebeylər narazılıq edirdilər ki, bəs biz vəzifədə istəyirik, məsələn, torpaq da istəyirik, bizə nəsə verin. Yekunda 509-cu ildə Romada əhali bir çevriliş, fason bir şey eləyir. Bu çevrilişin nəticəsində Romada dəyişiklik baş verir. Və bu dəyişiklik nəticəsində eradan əvvəl 509-dan 27-yə qədər Romada nə olur? Respublika. Baxın, buradan bir dənə hədəfin MİQ imtahanında mənim qarşıma sual çıxmışdı. Mən onsuz da bu hissəni sual-cavab edirdim və sonraki dövrdə də güvənin sınaqlarında artıq sual-cavab elədiyim şeyləri görməyə başladım və dedim ki, əla eləmişəm, yaxşı eləmişəm. Bizə deyək ki, Romada seçkili orqanların fəaliyyətə başlaması. Biz nə vaxt götürəcəyik bunu? Eradan və 509. Ümumiyyətlə, Romada Respublika, yəni Respublika xalq işi, ictimai iş adlanır. Respublika dövründə gəlin idarəçisi funksiyalarından bir danışaq. Məsələn, birinci Ağsaqqallar Şurası var. Hələ də Ağsaqqallar Şurası önəmli bir mövqe tuturdu. Məsəl üçün, Ağsaqqallar Şurasının işi müharibə, sülh məsələsi, qanunlardır, maliyyə məsələsidir, bundan danışırlar. Bax, indi burada bir dənə maraqlı məqam var. Konsul və tribunun seçilməsi məsələsi. Bəzən siz çaşdırmaq üçün deyə bilər ki, Ağsaqqallar Şurası öz içlərindən bir nəfər, patrislərdən bir nəfəri konsul seçirdi. Qəşəng çaşdırmaq üçün məncə əla bir dənə sualdır. Amma buna Ağsaqqallar Şurası eləmirdi, xalq yığıncaq edirdi. Buna fikir veririk. Patrislərin içərisində bir nəfər konsul seçirdi. Yəni, Ağsaqqallar Şurasının yekun işi nə idi? Qanunlar hazırlanması məsələsidir. Maliyyə işinə, müharibə sülh məsələlərinə baxmaq. İkinci danışdığımız orqan xalq yığıncağıdır. Xalq yığıncağının olması dediyim gibi Yunanlarla oxşar xüsusiyyət ola bilər. İkisindən də, Afina, Sparta ilə də. Xalq yığıncağının buradakı vəzifəsi nə idi? Qanunlar burada səs verməyə qoyulurdu. Artıq onlar konsul seçirdilər və plebeylər aslında tribun seçir. Tribun seçilməsində xalq yığıncağı müəyyən qədər iştirak edirdi. Amma bir dənə maraqlı məqam bilirsiniz nədir? Mən fikirləşərəm ki, məsəl üçün cahil tələbə olsam, fikirləşərəm ki, Respublika dövründə yəqin ki, belə sual salsalar da, hər şey düzdür. Deyir ki, xalq yığıncağının vəzifələrini müəyyənləşdirin, yaxud xalq yığıncağına aiddir. Plebeylər içərisində bir nəfər konsul seçilirdi. Mən çaşaram.
Yəni fikirləşərəm ki, respublikada pleybeylər narazı oldu. Bəlkə ona görə ta padşahlıqdan fərqli olaraq pleybeylərdən seçməyə başlayıblar. Yəni belə bir şey verə bilərsiniz çaşdırmaq üçün. Hə, sonra konsuldan danışırdım. Dedim ki, 2 nəfər konsul seçildi xalq yığıncağında patrislərin içərisindən. Ordunu sülh dövründə də idarə edir. Baxın, sülh dövründə də idarə edirdilər, müharibə dövründə də idarə edirdilər. Yəni bəzən uşaqlar çaşır deyə sülh dövründə kim idarə edirdi Roma Respublikasının? Konsul. 2 nəfər idi. Sparta ilə oxşar xüsusiyyətdir. Bir də xalq tribuniyada və 5-ci əsrdən etibarən seçilməyə başlamışdı. Xalq tribunun vəzifəsi nədir? Heç nə. Pleybeylərin hüquqlarını müdafiə etmək. Hətta ona bir səlahiyyət vermiş ki, xalq yığıncağı və Ağsaqqallar Şurasının qərarlarına veto qoymaq hüququ var idi. Vetoda nədir? Qadağan edirəm deməkdir. İcazə vermir də, yəni. Bu hissə bu qədər. İndi keçək nəyə? Yox, hələ tez. Biz indi patrisi pleybey arasında narazılıqların səbəblərindən söhbət edək. Bayaq əslində yüngülvari bir toxunma elədim. Dedim ki, pleybeylər narazı idilər sistemdən və onlar deyirlər ki, biz də istəyirik də. Nə qədər olar? Nə vaxta qədər kölə kimi çalışacağıq? Patrislər sistə 4-də etirazını qəti bildirir. Yox, olmaz. Amma patrislər sonra fikirləşirlər ki, bəs biz işğalçı müharibələrə başlamaq istəyirik də, qol-budaq açaq. Pleybeylər də ordudadır. Pleybey deyir ki, qardaş, sən mənə hüquq vermirsən, mən də döyüşmürəm. Patris deyir ki, məcbur olur, hüququ bu şeyə getməyə, güzəştə getməyə məcbur olur. Nəyə görə güzəştə gedir? Güvənin sınaq sualıdır. Pleybeylər orada xidmətdən boyun qaçırırlar. Bu bir dənə güvəndə situasiya da var, onu bilmirəm. Güvənin situasiya sualdır biri, bir də ayrıca bir sualdır. Yəni bunu bir dənə öyrənsən, 2 dənə sınaq sualını yazmış olarsan. Nəysə, güzəştə gedirlər və hansı hüquqlar əldə olunur, ondan danışaq. Eradan əvvəl 5-ci əsr tribun hüququ əldə olunur. Bayaq bundan danışdım, tribun vəzifələrinə bağlı. Tribunu öldürmək ən böyük cinayət hesab olunurdu. Bayaq onu deməyi unutmuşam. Eyni zamanda eradan əvvəl 3-cü əsrdə 2 dənə şey vermişdi. Biri, pleybeylər tam hüquqlu vətəndaş kimi tanınmışlar. Qanun qarşısında bərabər hesab olunurdu. Yəni onlara vətəndaşlıq hüququ verilmişdi. Aşağı təbəqənin vətəndaşlıq hüququ alması eradan əvvəl 3-cü əsr Roma, eradan əvvəl 6-cı əsr Afinada, oxşar Yunanısında, yəni Afinada oxşar xüsusiyyətdə orada demos, burada da pleybeylər. İndi burada bir dənə maraqlı məqam var. Deyir ki, bu səlahiyyətlərin içərisində onlara dövlətdə vəzifə tutmaq hüququ verilmişdir. Hüquq var. Amma maaş verilmirdi, insanlar maraqlı döyülürlər. Yəni, bu mübarizənin Solon islahatından fərqi odur. Yoxsullara hüququn verilməsi. Solonda verilmədi axı. Amma bununla Periklin oxşar xüsusiyyətdir yoxsullara hüququn verilməsi. Hüquqdan danışıram, ha. Amma Periklin bundan fərqli xüsusiyyəti olur ki, Periklin maaş verir. Bu maaş verilir. Başa düşdünüz? Başa düşdün Əli? Dəqiq, qulaq asma. Bir dənə mənim həmişə yadımdan çıxır bu Roma qanunları məsələsi. İndi də unutmaq üzrəydim, son anda dönüş elədim. Eradan əvvəl 5-ci əsr, baxın. Eradan əvvəl 5-ci əsrdə Romanın iç qanunları qəbul olunur. Tarixdə iç qanunlar yox. Tarixdə iç qanunları kimlər hazırlamışdı? Şumerlər hazırlamışdı. Amma Romanın iç qanunları eradan əvvəl 5-ci əsrdə. Qanunların oxşarlığını yazmışam sizə. Onda bir dənə oxşarlıq gedər. Yazaq qanunlar toplusu 2 nöqtə. Video üçün deyirəm, həmişə kimi. Sonra sizə dənə-dənə deyəcəm. Deməli dostlar, qanunlar toplusu, qanunnamələrin oxşarlığını yazırıq. Eradan əvvəl 3-cü minillikdə qeyd edirik birinci Şumerləri. Sonra əslində Hammurapi'nin qanunları var. Oxşarlıq layihəsində uşaqlar da hatta qeyd edib. Amma Hammurapi abituriyentə düşmür deyə mən yazdırmıram. Sonra eradan əvvəl 3-cü əsrdə Sinşuxandinin qanunları var idi. Təzə kitablardan bu çıxarılıb. Sadəcə bir xatırlatma üçün deyirəm. Köhnə testdə qarşınıza çıxa bilər. Sonra eradan əvvəl 5-ci əsr Romanın 12 lövhə qanunları qalıb. Bir dənə xronoloji səhv elədim orada. Mənim canım sağ olsun. Sonra keçirik bizim eraya. Bizim erada 6-cı əsrdə, bax sizdə 6-cı əsr oxşar xüsusiyyət kimi düşə bilər. Bir Xlodvigin islahatı var, Frank qanunları adlanır, köhnə kitabdan Salik qanunları deyirdik. İndi digər isə Justinianın qanunlarıdır. Qanunlar Justinian məcəlləsi adlanırdı. Bunlar 6-cı əsrdir. Bu 10-cu əsrdə şey var, bizimki Mərzban ibn Məhəmmədi qeyd edirsiniz 10-cu əsrdə. 13-cü əsrdə qeyd edirik Çingiz xanı. 14-cü əsrdə Əmir Teymuru qeyd edirik. Ondan sonra 15-ci əsrdə 2-ci Mehmeti qeyd edirik. Uzun Həsəni qeyd edirik. 16-cı əsrdə Əkbər Şahı qeyd edirik. Ondan sonra bir də 18-ci əsrdə son olaraq Şəkir xanın Məhəmməd Həsən xanın qanunnaməsi var. Bu 12 lövhə qanunlarından danışanda dostlar. Yoxdur.
12 lövhə qanunlarından danışanda bir onu demək istəyirəm ki, oradan dövrümüzə keçən 3 dənə şey var. Bunu da sınaqların birindəmi, yoxsa topluda mı deyəsən? Bu toplu səhifəsi tanış gəlmə. Topluda elə bir görmüşəm, nəysə hardasa görmüşəm ki, bizə hazırda onlardan nə gəlib çatıb? Birincisi odur ki, insanlar qanun qarşısında bərabər idilər. İnsanların özlərini müdafiə etmək hüququ var idi. Əgər onların belə deyək ki, cəzası, yəni günahı da, yəni səhvləri sübut olmuyorsa, onlar hələ də mühakimə olma bilməzdilər də, yəni. Bir də onlar dəlil gətirmək lazım idi ki, yəni bu insanlar həqiqətən bunu eləyibmi və o Azərbaycan qanunvericiliyində hələ də istifadə olunur deyə qeyd edilir. Eradan və 3-cü əsr, eləmi? İndi artıq pleybeyləri biraz razı salandan sonra xarici işğallara başlamaq olar. Və xarici işğalları elə burada da qeyd edim ki, Eradan əvvəl 3-cü əsrdə başlayırlar. Köhnə kitab üzrə deyirəm bunu. 3-cü əsrdə birinci Yunanistanın cənubunda, İtaliyanın cənubunda yerləşən Yunan şəhər dövlətlərini məğlubiyyətə uğradırlar və ərazini ələ keçirirlər. Sonra yavaş-yavaş dənizlərə açılırlar. Ümumiyyətlə, burada belə bir şey qeyd edilir ki, Roma özü dövlət halına gələndən sonra İtaliya ərazisində müxtəlif tayfalar yaşadı və bu tayfaların arasını vurub parçala və hökmranlıq siyasətindən istifadə edərək öz gücünü qoruyur və rəqibləri qalmırdı, onu bir-birinə qırdırırdı. Və elə bu dövrdə də həmin düşmənləri daha rahatla ələ keçirməsinin səbəbi onların daha zəif olmasıydı. Ola bilər. Piotr xatırlamıram. 264, 146. İndi isə dostlar, Pun müharibəsindən danışırıq. Pun müharibəsinin zamanını qeyd elədim. 264, 146-cı illəri əhatə edir. Müharibəni nəyə görə Pun adlandırırlar? Finikiyalılarla, köhnə Finikiyalılarla, onlar Latın dilində deyir Pun adlanır. Onlarla, yəni Karfagenlə Roma arasında baş vermişdi. Bayaq xəritəni izah edəndə dediyim məsələ buydu. Müharibənin 2 dənə səbəbi qeyd edilir. Birincisi, Siziliya adası uğrunda tərəflər arasında rəqabət. İkincisi, Aralıq dənizinin qərbində olan hakimiyyət uğrunda mübarizə. Müharibənin gedişində Roma qalib gəlir. Siziliya, Sardiniya, Korsikanı işğal edir, Korsikanı işğal edir və müharibənin əsasında 146-cı ildə gedib tutur, Karfageni tutur və öz vilayətinə çevirir. Orada da aşağıda bir oxşarlıq yazılıbdır. Dövlətin paytaxtının yadellər tərəfindən işğal olması Mannanın paytaxtlarını qeyd edibdir. Onu bizə vermir. Onu niyə yazıb mən bilmirəm. Uvalin adını çəkdiyi dövrdədir, amma orada Udakin adını çəkdiyi dövrdədir, amma orada bizə demədi ki, mən getdim Zirtunu şeylədim, işğal elədim. Orada bir oxşarlıq verib. Nə qədər lazım olar bilmirəm, amma belə üstdən də olsa deyirəm ki, bir özünüz nəzər yetirərsiniz onu oxuyanda. Aralıq dənizinin qərbi üzərində Roma öz hakimiyyəti qurandan sonra yavaş-yavaş gedir Aralıq dənizinin şərqinə. Aralıq dənizinin şərqinə orada maraqlı bir dənə cümlə nəzərimə çatdı. Deyir ki, Suriya padşahlığını məğlub eləyəndən sonra, yəni Selevkilərdən söhbət gedir. Suriya padşahlığını məğlub eləyəndən sonra artıq Yunanistan istiqamətində onun yolu açılmışdı və eradan əvvəl 146 yaxud 2-ci əsrdə artıq növbəli şəkildə Makedoniya və Yunanistanı işğal edib öz tərkibinə qatır. Və yenə eyni dövrdə, yəni eradan əvvəl 2-ci əsrdə Aralıq dənizinin ən qüdrətli dövlətinə çevrilir. Bu da Afinadan eradan və 5-ci əsrin oxşar xüsusiyyətdir. Yəni bu dövlətlərin sizə bir dənə yerdə sual görmüşdüm. Deyir ki, Aralıq dənizinin şərqi uğrunda hansı dövlətlərlə mübarizə aparıbdı? Makedoniya və Yunanistandan. Bir də ki, deyək dedim ki, Suriya padşahlığını qeyd olmaq, yəni Selevkiləri qeyd etmək olar. Bəli, Magneziya döyüşünə söhbət gedir də, yəni biz keçmişik bunu. Burada verilməsə də bilirik. 146-cı ildə mübarizə apardı, işğalçılığı başa çatdırdı. İndi gələ bilərik, məncə qardaşların islahatlarına danışa bilərik. Xronoloji olaraq artıq ona gəlib çatırıq. İndi bu qardaşların islahatlarına danışırıq. Qraks qardaşlar, Tiberi və Qay Qraks. Qardaşlar tribun seçilmişlər. Tiberi Qraks 133-cü ildə tribun seçiləndən sonra islahat keçirmək qərarına gəlir. Varların torpağına məhdudiyyət qoyur. 250 hektardan çoxunu kəsib götürür, varlara verir, kasıblara verir. Və kasıblara da deyir ki, amanın günüdür birdən bu torpağı kiməsə satarsa, sənin basıb 2 gözünü bir deşikdən çıxardaram. Bu dədə-babaların təhdidi idi. Yadıma gəlir, mən də uşağında deyir, sənin 2 gözünü basıb bir deşikdən çıxardaram. Belə çıxardacım bir şey. Nəysə, bu belə eləyir, bunu görən senatı, bax burada maraqlı güvən sualları gəlir. Bunu görən senat bunun ayağının altını qazır və bunu padşah olmaqda, bu qəbul sualıdır. 1-2 ilin, yaxın 1-2 ilin. Padşah olmaqda günahlandırıb bunun başını yeyir. Tiberi getdi, yox, situasiya döyülüdü məncə. 2-ci qrupa düşmüşdü. Bundan 2 il əvvəl, qapalı sualı idi. Padşah olmaqda günahlandırıb, bu getdi. Sonra 123-cü ildə qardaşı Tiberi Qraks gəlir, o da qardaşı kimi torpaqları verməyə davam edir və bunun əlavəsi gəlir burada. Ucuz qiymətə taxıl
verildi insanlara. Yəni ucuz qiymətə söz onu deyir ki, satıldı. Keçən dəfə Pericle'dan danışanda bunu vurğulamışdım ki, fərq oldu ki, o yardım eləmişdi, bu ucuz qiymətə satıbdı. Düzdür? Nəysə, bunu da eyni şəkildə başını yeyir Senat, Romaya qoşun yerdir, bunu qovalayır, öldürür daha doğrusu və ondan sonra qanunu ləğv edirlər, həmin onların qanunu. Və bundan sonra torpaq verilməsi situasiya mövzusu sualıdır bu. Torpaq verilməsi dayandırıldı bir. İkincisi, torpaqlar yenidən alqı-satqı obyektinə çevrildi, yenidən varların əlində cəmləndi. Bir də ki, torpağın alınıb satılması qadağan edən qanun ləğv olundu. Bilmirəm harada düşüb, amma bilirəm ki, nağd edən situasiya mövzusudur. Bəyə Spartak məsələsindən onu deyirdim ki, eradan əvvəl 3-cü əsr, eybi yox, mənim canım sağ olsun, biraz xronologiyanı pozdum. Eradan əvvəl 3-cü əsrdə Romalıların qladiator döyüşləri deyilən ənənələri meydana gəlir. Bu qladiator döyüşləri nədir? Gedirlər qulların içərisinə, baxırlar ki, bu qulların biraz yaxşı, məsəl üçün, əzələ kütləsi var, başı yoxdur amma. Bu qullar deyirlər ki, sən gəl bura. Və bunları aparırlar xüsusi təcizxanada, həbsxanaların içərisində yetişdirirlər və bunları çıxardırlar bir, deyək ki, yerdə, məsələn, amfiteatr kimi ərazilərdə bunları başlayırlar döyüşdürməyə. Və indi bunların orada yazırıq sizə o qədər, bu ancaq sizə dünya görüşü verə bilər ki, ay nə bilim, filan kəs barmağını belə elədi, öldür, belə elədi. Sağ qal, bunun yəni təsirli heç bir aidiyyəti yoxdur, sadəcə maraqdır, dünya görüşdür, yazıblar. Və bu şeylərdən danışırdım, qladiatorlardan. Qladiatorlardan biri də Spartak idi. Spartakın özü eradan əvvəl 74-71-ci illərdə üsyan qaldırmışdı. Üsyan qaldırmışdı. Spartakın üzərinə 2 dənə, deməli, orada maraqlı bir dənə çelişki var Türkün sözü. Spartakın üstünə 2 dənə konsulu göndərilər. Spartak 2 konsulun olsun birləşməsinin qarşısını alaraq məğlubiyyətə uğradır deyir. Sonra Markı göndərirlər Spartakın üstünə. Markın ardınca da Pompey gedir. Spartak orada deyir, dəniz quldurlarla danışır ki, Siziliya adasına keçsin. Dəniz quldarı bunu pulunu alıb başını piyləyirlər. Siziliya adasına keçəndə gəmi vermirlər bunlara. Spartak da geri qaydanda görür ki, artıq Markla Pompey'nin ordusu kəsilib. Mark dediyim Krasdır. Krasla Pompey'nin ordusu bunu arxadan kəsiblər də, qarşısını kəsiblər. Və tərəflər arasında orada döyüş baş verir. Spartak deyir ki, nə deyir orada? Yox, heç Süleyman Çakırın bir sözünü deyirdim, yadımdan çıxdı. Nəysə, yadımdan çıxdı. Deyir, nəsə, ölməkdirsə xırlamaq nədir deyib, girir döyüşə və onu orada qanuna bəliyirlər. Və bundan sonra artıq gəlib biz müharibəyə, vətəndaş müharibəsi. Ümumiyyətlə dostlar, biz orada danışanda Yuli Sezar. Bir dənə şey deyim ki, orada girişi belə verməliyəm, yadıma düşdüm. Deyir ki, işğalçı müharibələr artıq Romada muzlu qoşun saxlanmasına gətirib çıxarmışdı. Və bu muzlu qoşunların başçıları, yəni sərkərdələr artıq öz qoşunları tərəfindən bir sitayiş edilən yerə çevrilmişdi. Yəni belə deyəndə sərkərdələr sitayiş edilirdi. Və sərkərdələr də bundan ilham alaraq artıq hakimiyyət qurmaq istəyirdilər. Və bu sərkərdələrdən biri Sezar idi. Hansı ki, Sezar müəyyən müddət konsul olmuşdu, sonra konsul müddəti başa çıxandan sonra göndərdilər Qalliyaya və ondan sonra Respublikanı Pompey və Kras qoruyurdu. Amma orada bir dənə maraqlı şey var. Deyir, Pompey və Krasın arasında olan mübarizədən istifadə edir. Amma biz əvvəl deyir ki, Pompey ilə Kras ikisi bir yerdə Sezara qarşı savaşırlar. Amma bu deyir, onların arasında olan mübarizədən istifadə edir, gəlir. Deyir, Qalliyadan çıxması o demək ki, onun Respublika quruluşuna əks çıxmışdı. Və o gəlir eradan əvvəl 49-cu ildə gəlir Romanı tutur. Pompey deyir, lazımi dərəcədə cəhd tərpənə bilmədiyi üçün gecikir burada və artıq ələ alır. Sezar hakimiyyəti ələ alır, özünü diktator elan edir. Yəni özünü diktator eləyəndə Senat bunu diktator elan edir. Qeyri-məhdud hakimiyyəti olur. Yəni bir nəfərin hakimiyyətini əlində cəmləməsi adlanır diktator. Yaxud diktatura. Ondan sonra dostlar, bəs buna hörmət olduğunu nətər bilirik? Biz deyir, bunun heykəli Allahın heykəllərinin yanında qoyulur və bunun adına pullar kəsilirdi. Amma sonra Senatına qarşı suiqəst qəsd nə bilim, Brut onu elədi, Brut bunu elədi. Bunlar da artıq köhnə söhbətlərdir, təzələməyə ehtiyac yoxdur. Bağlanmış söhbətləri açmaq lazım deyil. Və nəticədə 44-cü ildə bunun başını yeyirlər. Bunun başını yeyəndən sonra amma söhbət qutarmır. Hələ də indi onun davamçıları hesab olunan Antoni və Jenkinson yox. Antoni və Octavian başlayırlar yenə bu respublikaçılarla qırışmağa. Və o qırışmaq, bu qırışmaq, bunlar qalib gəlirlər. İndi bunlar qırışıb qutarlar, dövləti bölürlər. Bu, ölkənin qərb tərəfini tam bölmürlər də, rəsmən yox. Deyirlər, Octavian deyir ki, ölkənin qərbi məndədir. Bu da deyir ki, yaxşı, Misir tərəfdə məndədir, gedirdik qəşək Kleopatra ilə evlənir, oturur İskəndəriyyədə. Misirin, sonra da Octavian pisinə gəlir. Octavian buna deyir ki, getmirsən ora, elə bilirsən ki, dünya sənindir. Orada Antoni buna cavab yazır da, deyir, Octavian, dünya sənin, dünya mənim, dünya heç kimin.
Tərəflər arasında 31-ci aksi burnu deyilən yerdə döyüş baş verir. Bu döyüşdə Oktavian gətirib buna göstərir ki, dünya mənimdir. Antoni ölür, daha ancaq Kleopatra da özünü öldürür ki, Oktavianın əlinə düşməsin və nəticədə eradan əvvəl 30-cu ildə Misiri ələ keçirir və Misiri vilayətinə çevrilir. Nəyin vilayətinə? Roma Respublikasının vilayətinə. Yəni bu Roma imperiyasına düşmür. Bəli. Oktavian görür, hər kim belə bal kimi gedir hər şey. Deyir, bəlkə bir yüngülvari dəyişiklik eləyək. Bir dənə yadından çıxan məqam var. O da nədir? Yuli Sezarın öldürülməsi səbəbi. Bu da güvənin bir sualıdır. Yuli Sezarı nəyə görə öldürürlər? Deyir, onu bəhanə eləyirlər ki, monarxiya yaratmaq istəyir. Respublikanı monarxiya ilə əvəz etməkdə günahlandırıb öldürürlər. Dedim. O heykəllə pulda onu dedim. Bu önəmli sualdır. Bunu nağd görmüşəm güvəndə. Bu dediyim, axırıncı dediyim. Neyse, bu deyir, Respublikanı ilk başlarda dəyişmir. Oktavian elə güclü dəyişmir. Sadəcə ilk başlarda xarici görünüşü köhnə kitablarda prinsipat dövrü deyil, onu çıxardıblar. Monarxiya yaradır. Hakimiyyətin atadan oğluna keçməsi və bununla da dostlar, 3-cü dövr başlayır. Eradan əvvəl 27-dən 395-ə qədər. Bu nə dövrüdür? Roma imperiya dövrüdür. İmperator titulunu qəbul edənlər yazmışam. Yox, keçən yazdım. Təzəyə yazdımamışam. Yox. Onda bir dənə imperator titulunu qəbul edənləri yazaq, oxşarıq. Deməli dostlar, birinci götür burada yerdən əvvəl 3-cü minillikdə birinci Sargonu qeyd edir. Uşaqlar çox deyir Akkad imperiyasına görə. Mən deyirəm, sizin canınız sağ olsun. Birinci Sargon. Hədə birinci Sargon yaxud Sargon. Kameraya deyirəm, sonra sizə təkrar edəcəm. Ondan sonra imperator titulunu gətirirdi, Oktaviana deyirdi. Görüm Oktaviana qədər var idi. Eradan əvvəl 27-ci ildə Oktavian qəbul edibdi. Ondan sonra bizim eramıza qəbul edənlərə keçirir. Birinci orada deyirik, 800-cü ildə Böyük Karl da qəbul olunmuşdu. 962-də birinci Otto qəbul eləmişdi. Ondan sonra 1200-də gedəcəm, ona kimi görüm nə var. Sin-Şuxandi var idi, düz deyir. Onu eləməyə, eradan əvvəl 3-cü əsr Sin-Şuxandini yazmaq olar. 1271 Kubilay Xan var. Ondan sonra sırf imperator titulunu qəbul etməsi 1721-ə qədər var idi mi görən? 1721-də Piotr'dur, birinci Piotr, 1804-də birinci Napoleondur, 1867-də Mutskitodur. Təzə kitabda artıq Oktavian hakimiyyət ilini qeyd ediblər. Eradan əvvəl 27-dən eramızın 14-cü ilinə qədər öz hakimiyyətini qurdu. Keçən də vardı, onda mən fikir verməmişəm. Bu il fikir verdim, amma yaxşı eləmişəm. Nəysə, artıq Oktaviandan sonra biz keçirik bizim eraya, o mədəniyyətdə qalan hissələri öz yerində deyərəm. Arada qalmayın. Yoxdur ki. Məsələn dostlar, bizim erada verilmiş hökmdarlardan kimlərin adı var? Birinci növbədə Mark Trayandır. Demək olar ki, bu dövrdə ən qüdrətli hökmdar elə Mark Trayan hesab olunur. Onun dövründə 115, bura gedirdim. 117-ci ildə hücumlar həyata keçirmişdi. Dunay çayı hövzəsində işğallar həyata keçirdi. Mesopotamiyanın bir hissəsini, Kilikiyanı, Ərəbistan yarımadasının bir hissəsini ələ keçirib Ktesifonu tutub. Amma niyə? Amma baxın, Justinian da oxşar xüsusiyyəti. Amma ona qarşı üsyanların baş verməsi səbəbilə işğalların başa çatdıra bilməyib, geri qayıdıb. Yəni Parfiya dövlətinin süqutu uğrada bilməyib. Və amma bunun dövründə deyir ki, eramızın 2-ci əsrində artıq sonuncu işğallar həyata keçirildi. Yəni bundan o tərəfə işğal yoxdur. Sonuncu işğallar həyata keçirir. Sərhədləri qeyd olunur, o qədər də önəmli deyil, mən belə fikirləşirəm. Və indi keçirik 2-ci əsrdə. İndi burada qulların öldürülməsi zadı. Bu dərsin bu hissədədir yoxsa mədəniyyətin hissindədir? Burada da, vəsiyo. Baxın, qəşəng şeylər nəzərimə çarpır burada. Deyir, 2-ci əsrdə qulların öldürülməsi qadağan olunur. Bu heç var idi. Adrianın dövründə ad da vermişdi. Diqqətimi çəkən bilsə nədir? Deyir, 3-cü əsrdə hadisələr dəyişir. Baxın, gizli bir cümlə var orada. Deyir ki, birinci növbədə müharibə və xəstəliklərə görə vergi verənlərin sayı azalır bir yerində. Və Roma daxili çəkişmə və xarici hücumlara məruz qalır. Görsən bu cümləni? Bu cümlə bizə nə deyir? Romanın 3-cü əsr tarixi ilə 5-ci əsr tarixinin oxşar xüsusiyyəti xarici hücuma məruz qalması. 5-ci əsrdə Hunlar yürüş eləyib, German tayfaları, amma 3-cü əsr indiyə qədər fikir verməmişdi. Heç mənim özüm də fikir verməmişdim. Bu diqqətimi çəkdi. 3-cü əsrdə deyir orada xarici hücumlara məruz qalıb. Bəli, sala bilərlər. İndi isə nədən söhbət edirəm? İndi isə danışıram mən daxmalı qul söhbətinə. Deyir Romada ümumiyyətlə eramızın ilk əsrlərində quldarlıqdan danışan dünyanın deyir ən böyük ən çox qullarına sahib olan ölkəsi Romadır. İşğalçı müharibələrdən yığıb gətirdi hamısını evə. İndi sonra artıq quldarlıq tənəzzül dövrünü yaşadı. Bizim erada su dəyirmanlarından istifadə Albaniya ilə oxşar.
Nə? Yox, demədim. Danışan əmək alətləri burada adlanırdı. Misirdə canlı ölü, yad düşmən Hindistanda, insan ayaqlı da Yunanistanda. Hə, dedi ki, əmək alətləri təkmilləşdirildi, üstə ərmanları hazırladılar və bundan sonra çotan, nə çotan? Cavahınlı. O sözü tapın, tez olun oradan. Cavahınlıdır nədir? Cavahınlı. Mənasını bilmirəm, amma qəşəng sözdür. Şey yaradılmaz, daxmalı qullardan əvvəl olmalıdır. Hə, nəysə, onu deməkdə məqsədimiz odur ki, artıq bu alətlər təkmilləşmişdir. Bunlar da qıymırdılar qulların əlinə verməyə və qərarı aldılar ki, qullara biraz hüquq verək. Bu hüququn nəticəsində daxmalı qullar və azad kəndlər, yəni kolonlar meydana gəlir. Hər ikisinin oxşar xüsusiyyəti odur ki, məhsulun bir hissəsi özünə qalır, bir hissəsini verir sahibkara da, yəni quldara verir, hələ ki quldardır. Digər bir məsələn daxmalı qul hələ də qul idi, ona çıxılı hüquqlar verilmişdi. Evlən, daxmatik, o birisi azad idi. Əlindəki məhsulu da çıxarda bilir, satışa təkimli söhbəti yoxdur. Əlindəki məhsulu da satışa çıxarda bilərdi. Hə, sonra 3-cü əsrdə getdi. İndi gəldik 4-cü əsrə. Paytaxt 330-cu ildə 2-ci Konstantinin dövründə köçürülür Vizantiya. Mədəniyyətin içindədir. Mədəniyyətin içində qayıdacağam. Vizantiya köçürülür, bundan da dövlətin paytaxtı olur. Maraqlı bir dənə sual görmüşdüm. Deyir ki, Roma imperiyasının paytaxtının Vizanti olduğu dövrə aid hadisəni seçir. Yəni 330-dan 395-ə qədər baxarsan. Roma imperiyasının paytaxtının Vizanti olduğu 330-dan. Bəli, o bu dövrə düşür. Bəli. Elə oydu da sən cavab elə çıxmış, səhv eləmirəmsə. Hə. İndi isə parçalanmaya gəlir. 395-də parçalanır. 2 yerə parçalanan dövlətləri yazdırmışam, onu bilirəm. Hə. Ondan sonra Romada burada əlavə olunub 2 yerə parçalanır. Aşağıda oxşarlıqda İskəndərin imperiyasında bir neçə yerə parçalanan adı ilə veriblər. Amma mən 2 yerə parçalanan dedim. Hə, nəysə parçalanan sonra 2 dənə dövlət yaranır. Biz burada danışırıq Qərbi Romadan 395-dən 476-ya qədər. Qərbi Romadan danışanda deyir 5-ci əsrin əvvəllərində xalqların böyük köçünün təsiri nəticəsində German tayfaları bunların ərazisində köç eləyir. Bəziləri İtaliya, bəziləri İspaniya, bəziləri vurur gedir Afrikanın şimalında vandallar məskunlaşırlar. Tez-tez bunun üzərinə basqınlar həyata keçirlər. Basqınların nəticəsində 455-ci bir dəfə tutub qarət edirlər. Eyni dövrdə yəni 5-ci əsrin ortalarında bir dəfə Hunların yürüşünə məruz alır. Nəsə 476-da German tayfalarının köhnə başda deyir Odakır deyirdi, indi yoxdur. Onun hücumunun nəticəsində Qərbi Roma imperiyası süqut edir. Qərbi Roma imperiyası süqutun 2 dənə nəticəsi olur. Quldarlıq quruluşu dağılır Avropada, feodalizmə keçid başlanılır və orta dövr başlayır, qədim dövr başa çatır. Germanlar elə bir biz deyək ki, türk tayfalarıdır, düzdür? Türklərin özü bölünür. Qırğız, Qazaq, Özbək. Onlar da German bir böyüklüdür. Vandal, Oskot, Veskot, Vikinglər aid deyil yox. Elə bunlardır. Anglo-Sakslar da. Hə? Bəli, Almanların adını görsən, gör məni. Əzizim, gör məni, gör məni, gör məni. Sonra, indi keçirik mədəniyyət elə. Mədəniyyətə keçdik, qayıtdıq dala. Eradan əvvəl 1-ci əsr, eramızın 1-ci əsr Roma poeziyasının qızıl dövrüdür. Romanı əvvəldə qızıl şəhər yaxud şəhər adlandırırdılar. Soyram. Romada qulları danışmışıq. Bu mədəni adamlardan danışaq. Lucaretsi və Vergilin adını verir bizə orada. Sonra haydat Böyük Plini verir. Böyük Plini bizə lazımdır Albaniyanın içərisində deyəcəm. Böyük Plinin məlumatı dediyi Albaniyanın içərisində paytaxtın qəbəl olduğu barədə məlumat vermişdi. Tit Livinin adını verir. Sonra buranı keçdik. Lucaretsi zad düşdük. Vergilini düşdük. Ondan sonra dindən danışmaq istəyirəm çünki ilk o gəlir ağlıma. Çox tanrılı mövzuda olmuşu baş tanrı Yupiter idi. Və orada baş tanrılar verib Brahma Hindistanda, məsəl üçün Zevs burada, Ra, Amon orada, Misirdə yəni. Bəli, o gəlmişdi, Misirdən gəlmişdi o rezamiyyətə. Hə. Sonra din dedim. Təqvim, hər kəsin öz təqvimi var idi, amma dayan görüm orada təqvim 753-cü ildə Roma şəhərinin salınmasına hesablanırdı. Bunların da bütün dünyada olduğu kimi öz təqvimləri var idi. Xristianlıq o dinin içində deyim geçsin. Eramızın 1-ci əsrində, hə, onun çünki ardıcı yazıb orada. Eramızın 1-ci əsrində Xristian dini yazıb, 4-cü əsrin əvvəlində, yəni 313-cü ildə Konstantin tərəfindən yenə azad ibadətinə icazə vermişdir Xristianlığın. Bir şeydəki Peyğəmbərçi İsa Peyğəmbər hesablanır, Allahın elçisi. Nə? İl olaraq var. Bizdə urnar qəbul eləyibdir, dövlət dini eləyibdir. O ayrı. Sonra dostlar, memarlıqdan danışacağım, o ayrı bölmədir.
Nə? Legiondan danışmadım. Məncə danışmağa əsas yoxdur, amma bir dənə qoy onu deyim ki, bir legion 4500 əsgərdən təşkil olunurdu. Bir də legionda əsas qüvvə ağır silahlı piyadalardı. Bir dənə buradan ona görə, legion. Burada əsas yəni tələ kimi sala bilər ki, suvarilər əsas idi. Belə bir tələ sala bilər, amma yox. Piyada qoşunu idi əsas legion içərisində. İndi gələk memarlığa. Memarlıq abidələrini sayaq. Panteon məbədi bütün Allahların məbədidir. Bütün tanrıların məbədi. İfadə? Hə? Yox, var idi keçəndir. Nə? Var. Var, hə, həmişə olur. Bax, ifadəyə bax, bütün tanrıların məbədi. Panteon da, Parfenon deyil. Kolizey amfiteatrıdır, bayaq dedim, gladiator döyüşləri, zəfər tağı, triumflardır, nəsə bu qalib əsgərlərin şərəfinə. Trayan sütunudur, 40 metr idi səhv eləmirəmsə. Hökmdar Trayan. Ondan sonra bir də cıdır düzü qaldı, bu da yarışlar zadlar burada keçir. Bir də mədəniyyətdə vardı ki, nədir onun, Oktavian süni göllər yaradırdı və burada oyunlar zadlar keçirdi. Sonra termlər adlanan hamamlar var idi. Bizim dilə gələn termos sözü də həmin term sözündən gəlmişdi. Bizim dilə də Rusiyaya keçib, oradan bizə keçir, böyük ehtimal. Deməli, mən Şumer dərsinin içərisində danışanda demişdim ki, Şumerlərlə Romalıların oxşar xüsusiyyətlərindən biri odur ki, bunlar tağ şəkilli inşadan istifadə edir, qövs şəkillidən. Bunlarda eyni zamanda günbəzlərin inşası da vardı. Bunlar yaxşı geniş yollar çəkmişlər və sütunlar inşa eləmişlər. Ona görə bunlar betonu da kəşf eləmişlər. Beton kəşf edilməsi bunların fəaliyyətinə aiddir. Təsvir incəsənətlərində memarlıqda bir dənə önəmli şey var. Baxın, bunlar heykəltaraşlığı öyrənmişlər Yunanlardan. Amma deyir ki, bu sualdır, bir yerdə görmüşəm. Amma Yunanları daha irəli keçər, insanın deyir xarici görünüşündə daxili tərəflərini yansıtmağa da, emosiyalarını yansıtmağa çalışırdılar və bunu da bir yerdə sualda görmüşəm. Əziz dostlar, Roma dərsinin izahı başa çatdı. Neçə dəqiqə oldu? 38, bir 3-4 dəqiqəlik bunun hardasa izahı kəsilib gedəcək. Videonu bura qədər izləmişsinizsə, artıq utanmadan deyirəm. Bəyənin. Əgər hansısa nəyinsə səhv olduğunu fikirləşirsinizsə, rəy bölməsində fikrinizi bildirin, düzəliş eləyək. Növbəti dərs izahlarında görüşərik.